Deməli, bu günləri biz OpenAPI və OpenAPI-ları necə mock data yarada bilərik, necə ümumiyyətlə bu editorlardan istifadə edərik, ona baxacağıq. Bizim Swagger'imiz var, OpenAPI-miz var, API Blueprint və RAML var. Bu kimi editorlar var. Bunlardan istifadə edərək, bunlar sadəcə toollardır. Bu toollardan istifadə edərək biz vizual modelləşdiririk biz API-larımızı. Birinci gəlin OpenAPI-yə baxaq. OpenAPI example-na baxaq. Burada görürsünüz sol tərəfdə OpenAPI-yə data mənimsədibmişik və oradan biz öz belə deyim, datalarımızı göstərə bilərik. GitHub-dan məsləhət görürəm qeydiyyatdan keçəsiz. Çünki burada məlumatlar olur API ilə bağlı. Məsələn, baxın, OpenAPI Specification ilə bağlı məlumatlar var. Burada REST API nələrə deyilir, versiyaları Markdown-la necə işləyirik, OpenAPI-da necə publish eləyirik, bunların hamısı var. Bütün hansı toollardan istifadə edirik, hamısı var. Yəni, bunu baxa bilərsiniz, bunu oxuya bilərsiniz, əlavə məlumat kimi. Belə bir OpenAPI example-ımız var. Biz bunu istifadə edəcəyik. Hansı ki, bizim editorlarımızda, Stoplight-da qrafik istifadəçi interfeysi editorumuz var, Stoplight adlı. Hansı ki, biz bu OpenAPI-yi götürüb orada oxuda bilərik. Gəlin baxaq. Addım-addım ümumiyyətlə önümüzdəki prezentasiyalarda bu Stoplight-dan necə qeydiyyatdan keçmək lazımdır onu göstərmişəm. Amma yenə də biz qeydiyyatdan keçən zaman dəqiqə açılsın. Biz qeydiyyatdan keçən zaman login eləyirik. Məsələn, mən login olmuşam artıq. Mənim akkauntum var. Mən burada qeydiyyatdan keçmişəm və daxil oluram indi. Daha sonra burada bizim Open Banking dokumentasiyamız var. Bir misal kimi. Open Banking dokumentasiyasında burada bizdə get balans olmalıdır. Burada get account balance məsəl üçün gedirik bura. Və bu API-mızdır bizim, düzdürmü? Belə bir workspace yaradırıq. Daha sonra 1, 2, 3, 4, 5, 6 maila gəlib yəqin. Belə. Get balance adlı bir bizim burada gördüyümüz kimi konfigurasiyamız var, qurduğumuz. Deməli, burada nə edirik? Daxil oluruq həmin o Stoplight-a. Stoplight-da proyekti necə başlatmaq lazımdır, necə test eləmək lazımdır. Hamısı burada ardıcıllığı yazılıb. Daha sonra necə create account edirik, o var. Ondan sonra biz burada keçirik, necə workspace yaradırıq. Mailimizi yazırıq. Nəticə olduğumuzu, nə etmək istədiyimizi yazırıq, designing API-ları və create project eləyirik. Burada da yenə də seçirik API. Bizdə indi seçilib də bu. Edit eləyirik. Gəlir bizim. Burada API seçirik. Görürsünüz OpenAPI name. Get balance yazırıq. Məsəl üçün, bu yazılıb da burada. Burada import da var, export da var. Postmana da import eləmək istəsəz, CURL ilə import eləyə bilərsiniz. Get balance. JSON. Versiyasını da seçirik. Create edirik. Məsəl üçün, burada artıq çıxdı bizim request responsumuz və s. və ilaxır. Buradan yazırıq.
Görürsünüz burada user ID falan hamısı çıxdı. İndi bax burada biz indi seçəcəyik parametrlərimizi ki, hansı necə nə cür işləyir. Description budur. Request to get account balance. Bura gətirək. Sonra pass parametr burada bizdə nədir? User ID. %123, %123 məsəl üçün bunu yazırıq. Bu mandatory required olub olmamağı ilə ilgilidir. Header yazırıq. Add eləyirik header. String. Query parametr set edirik bura. Cookies lazım deyil. New extension. Bura response body əlavə edirik. Header seçirik, sender participant code, string, mandatory eləyirik bunu da. Bundan sonra gəlin baxaq bura. Deyir invalid JSON. Görək niyə səhv çıxdı burada. Success response buradan götürək. İndi işləməlidir. Görürsünüz burada düşdü artıq. Bizim responsumuz, create new user və s. kimi API-lar, modelləşdirmələr hamısı düşdü. Object ID-ni buradan istəsək əlavə eləyə bilərik. Ümumiyyətlə travel payout-un API-larından da istifadə eləyə bilərik biz burada. Travel payout API burada yoxdur. Hə, buradadır. Məsəl üçün URL budur, düzdürmü?
Salam. Salam. C URL ilə biz travel payout-a YAML faylını əlavə eləyə bilərik. Məsələn, buradan daxil oluruq. Bunlardan çıxaq. Məsələn, seçirik burada. Request parametrlərdən success token get balance API key bizimki access tokendir. Belə əlavə eləyirik və burada sol tərəfdə biz görürük pəstləri və digər məsələləri. Məsələn, C URL də var burada. Sonra request parametrlərdə hansı belə deyim, filtlərin olması da var. Hamısı burada yazılıb və hamısının bir-bir ayrı-ayrı nəyə dedikləri, yəni descriptionları qeyd olunub. Daha sonra gördüyümüz kimi biz YAML faylının əlavə eləməklə bu hissəyə keçid eləyə bilərik və parametrləri də bu hissədən travel payout-dan gördüyümüz kimi götürə bilirik. Gəlin baxaq, stoplight-da query paramızı necə eləyirik. Deməli, burada daxil oluruq stoplight-a, daha sonra pəstlərə giririk. Məsələn, get parametri var. Görürsünüz, get users info by user ID, düzdürmü? Və burada bizim parametrlərimiz var. Məsəl üçün, burada new extension yazdı. Ctrl-V elədik, baxırıq indi bu hissəyə. Ondan sonra update var və burada da patch metodu var. Bu metoda uyğun hissələri buradan əlavə eləyirik biz. Bu description-dır, bu operation ID-dir. Ondan sonra security-dir. Extension-da yenə extension-a response əlavə eləyib baxa bilərik. Daha sonra bu hissələrdən biz request parametrləri seçirik. Burada request var, response var burada. Response-un növləri var. Hər növə uyğun responsları yaza bilərik. Request body-ni də buraya yazırıq biz. Examples, məsəl üçün də bu response-dur. İndi biz bura request yükləyə bilərik. Yazmışdım. Sən bu cürünə belə parametrlərimizi bir-birdə istəsək əlavə eləyə bilirik. Hansı ki biz header parametri, query parametri bu hissədən əd eləyib yaza bilərik ki, yəni header hansıdır, digər detallar hansıdır, bir-bir əlimizdən əlavə eləyirik. Dokumentasiyanı yazanda bu hissə belə növbəli şəkildə görsənir. Yəni get, post, put, digər metodlar görsənir. Deməli, bizim digər bir editorımız da var, hansı ki bunun adı
Swagger editordur. Onu da indi qabaqda göstərəcəm sizə. Bu parametrin detallarını isə bu hissədən əlavə edirik. Yəni sağdakı hissəyə klikləyərək bizim parametrimizin propertiləri, yəni funksiyaları görsənir. Nəyin nə olduğu görünür. Və error olduqda sağ tərəfdə biz görürük artıq hansı error nədir. Burada da yenə dediyim kimi metodu yazırıq. Metodun daxilində olan parametrlər, metodun daxilində olan metodlar hamısı görsənir. Yəni hansı obyektdir, hamısı nədir, hamısı bir-bir görsənir. JSON faylını necə düzəltmək olar? JSON-u da yenə də bir-bir obyektləri əlavə edirik. Array varsa array-i əlavə edirik. Onun daxilində ondan sonra faylları bir-bir əlavə etdikcə biz eləyəndə biz orada sağ tərəfdə görürük ki, hansı fayl hansı hissədədir. Məsələn, get chips ticket demişik burada. Görürsüz, get-i əlavə eləmişik. Ondan sonra sağ tərəfdə onun bir-bir filtrləri çıxıb. Bodylərində görürsünüz, success, data, origin, destination, origin airport, destination airport, price, airline, flight number, departure, add, return, transfers, return transfers, duration, link və s. burada görsənir. Generate-ə baxaq. Əsas generate-də burada nədir? Yəni biz success response-ları əlavə eləyərkən həmçinin də fail response-ları əlavə eləməliyik ki, yəni nədir? Bir-bir baxaq bilək. Bütün datalar bizə görsənsin. Stoplight-da mock data da hazırlaya bilərik istəsək biz. Yəni URL-i, header və digər məlumatları əlavə edərək mock data hazırlaya bilərik. Mock data nəyə deyilir? Mock yəni bizim data biz account gözləmirik. Bir dənə account ID mənimsətmişik. Yəni bu hər bir şey ola bilər də, random bir şey də ola bilər və o mock data ilə işləyir. Yəni bir dənə data onun mock datası var, yəni yapışmış da belə deyim ona. Yəni bəzi datalar var ki, onlar dinamik olmalıdır. Məsəl üçün hesabdır, kart nömrəsidir, valyutadır. Onu gözləyir dəfə. Mockda elə deyil. Mockda bir dənə data mənimsədirik, o data ilə işləyir o. Yəni və gələcəkdə dinamikləşdirəndə artıq developer kodu elə yazır ki, o hissə dinamik olsun, konfigdə olsun və o rahat yaza bilsin. Yəni baxaq Swagger nədir? Swagger editordur. Həmin bu API-ları yazırıq biz bu Swagger-lə. Swagger editorla. Swagger editor necə işləyir? Gəlin baxaq. Qıraqda açaq bunu. Görürsünüz, bu Swagger-dir. Swagger-də hər şey eləmək olur. Görürsünüz, bunun authorization'ı bu hissədədir. API key iləndir. Məsəl üçün pet ID-dir. Pet ID-ni qoyuruq. Tutalım, ev heyvanlarının ev heyvanları satan yerin mağazası tutaq ki, orada petin heyvanın ID-sini əlavə eləmək var. Heyvanın ID-sindən tapmaq var. Məsəl üçün görək, burada yazaq, görək tapacaqmı? Try it out eləyirik. 123 məsəl üçün. Çıxdı ki 404, yəni belə heyvan yoxdur. Tutaq ki 09 belə bir şey görək varmı? Görürsünüz, məsəl üçün çıxdı cavab. Bu ümumiyyətlə Swagger-də işləyən zaman parametri request-də ID-yə əlavə eləyirik. Pet ID görürsünüz required'dır və onun ID-sini yazırıq. Execute eləyəndə artıq bizə görürsünüz CURL-də çıxardır. Hansı ki biz bunu Postman-da da işlədə bilərik. Məsəl üçün götürürəm, kopyalayıram, gəlirəm Postman-a, Ctrl-O eləyirəm, import eləyirəm. Send kod 1 məsəl üçün burada gəlir 404. Geri qaydaq Swagger-ə. Burada da pet not found. Amma success budur. Məsələn ID 0. Tutalım ki ID-ni 0 göndərək. Görək gələcəkmi?
ID sıfırdan da gəlmədi. Bunun müxtəlif ID-ləri ola bilər. Məsəl üçün name-lə və yaxud başqa bir hissə ilə axtarıb tapmaq olar. Burada da yenə gördüyümüz kimi bizim postumuzdur, putumuzdur, deletimizdir. Heyvanı image-ini yükləməklə görürsüz, burada axtarmaq olur. Integerdir, məsəl üçün tipini də yazıb additional metadata. Məsələn, bu hissə requireddir. Yəni bu data olmalıdır. Bu data olmasa tapılmayacaq. Bu metodumuzun biridir. Orxan bəy demişdik ki, postun hansı metoddur, neyir, gedib. Orxan bəy. Bəli, buradayım. Post neyir? Post dəyişməkdir. Hə, bazada olan məlumatı update ötürür. Deməli, biz postdan update ötürürük, dəyişirik. Məsələn, upload image şəklini əlavə etməklə peti dəyişirik. Burada da yenə eyni ilə request parametrləri var, response parametrləri var. Response'un successful artıq editorda göstərir özü. Daha sonra yeni cədvələ yeni pet ev heyvanı əlavə etmək. Görürsünüz, body'si var request'in. Heyvanın ID-sidir, kateqoriyasıdır, name-idir, şəklidir. Bunlar lazımi parametrlərdir. Hansı ki, required parametrlərdir. Biz bunu olmasa əlavə eləyə bilmərik bazaya hər hansı bir məlumat. Yəni API bizdən bunu required olaraq gözləyir, yəni bu fieldləri. Daha sonra application JSON-u da burada qeyd edirik ki, parametrin content type-ı JSON-dur, yəni XML deyil, JSON. Qarşıdakı dərslərdə XML və JSON-un fərqini keçəcəyik. Ümumiyyətlə put metodu da var idi bizdə bildiyimiz kimi. Putla postun fərqini də izah eləmişdik yadımızdadsa. Ondan sonra pet find by status, yəni heyvanın statusuna görə axtarmaq, yəni available, pending, sold, yəni əl çatandır, gözləmədədir, yoxsa satılıbmı? Bax, get eləyir ki, yəni statusuna görə heyvanlar görə hardadır? Məsələn, bu API siliblər, bu endpoint-u belə deyim. Find by pet by ID, pet ID-ni qoyuruq, məsələn, ev heyvanının ID-sini, sonra bunu sorğuluyuruq. Sorğulanan zaman bizə error kod və success kod qayıdır. Burada bunu göstərir və heyvanı silirik. API-yi qoyuruq, pet ID-ni qoyuruq, silirik. API niyə lazımdır? Yəni silinmənin kim tərəfindən olduğu göstərilməlidir. Bu onun üçün lazımdır. Ondan sonra get eləyirik inventory. Access pet store orders. Pet store, yəni heyvan satılan mağazaların sifarişləri. Görək burada hansı statusla nə sifarişlər qayıdıb. Bu onu göstərir. Order, yəni sifarişi ötürməyin, yəni sifarişin statusunu dəyişməyin API-sidir. Store bar order, store order, daha doğrusu post metodundandır. Ondan sonra store order ID, find purchase order by ID, get eləyirik. Order ID-ni yazıb ötürürük və ondan sonra göstərib bunu. Daha sonra delete ötürürük. Delete purchase by ID məsəl üçün. O delete eləyirik order ID ilə. Order ID-ni göndəririk. Komanda veririk. Delete, try it out eləyirik. Delete edir. Ondan sonra user'in operationları var burada. Yəni bunu vaxt olduqca oxuyun. Ondan sonra modellər var. Görürsünüz, burada API response var. Response'un hərəsinin hansının nə dəyər aldığı burada göstərir. Integer, string, kateqori məsəl üçün ID, integer, string, pet məsəl üçün. Görək burada array varmı? Hə, məsəl üçün bu ID name burada yazılıb. Ondan sonra hamısı string, integer dəyərlərini alır. Daha sonra tag'dir, yine o da olduğu kimi order'dir, integer. Bu dəyərlərin hamısı integer, ship date, görürsünüz, string date, time yazılıb bura. Status string, order status nə deyildiyi hamısı yazılır burada. Daha sonra baxırıq. Swagger Pet Store API URL edib ID dəyərini pet name yerinə dəyişirik. Görürsünüz, burada bu request body'ni götürüb mənimsədirik. Məsəl üçün URL-dir də, düzdür. Görək, indi biz bunu postmana mənimsədək. Postmanda baxaq. Nə nəticə verir? Görək, command O, command V import eləyirik.
Aha. Deməli belə. Hə, görürük ki, name-ini dəyişmək lazımdır burada. Name-i dəyişmək üçün nələr eləyirik? Birinci giririk puta. Put metodundan seçirik bu request body-ni, soldakı request body-ni əlavə edirik bura. ID-dən aşağı, məsəl üçün URL olmasa, tutaq ki, ID-dən aşağı biz onu kopyalayıb atsaq bura, bu ID sırf bu hissə kopyalayıb atsaq artıq bizim bu hissə dəyişiləcək. Yəni put ötürmüş olacağıq ora. Daha sonra URL header, content type, application JSON, header accept. Bu hissə bizim tokenimizdir. Request body nümunəmizdə text faylı, məsələn, adı mydog.json əlavə edib JSON formatına kompüterdə rahat bir yerdə saxlayaq. Məsələn, desktopda. İlk ID dəyərini digər rəqəmlərlə əvəz edib, məsələn, həmçinin pets name adını dəyişək. Məqdə terminal Windows'da CMD açıb faylın saxlanıldığı qovluğa gedək. CURL komandasını işə salaq. Bu məlumat CURL-də parametrini göndəriləcəkdir. Yəni belə. Daha sonra Swagger Pet Store API-dan request body-ni götürək. Pet Store Swagger IO-dur. Məsələn, ID 0, kategori, ID name, rex, məsələn, digər body-ni ötürürük və istədiyimiz nəticəni alırıq, oxutdururuq Swagger-dən. Request görürsünüz, bu cür oxutdurmalıyıq. Responsu isə bu hissədə belə. Daha sonra yəni CURL çıxardığında belə olur. Command line types, yəni command line üzərindən taskımızı belə həll etməkdə. Macdə məsələn hansı direktoriyanın folderin içərisində olduğuna baxmaq üçün pvd komandasından istifadə edirik. Əgər üst direktoriyaya getmək istəyiriksə cd.drop istifadə edirik. Əgər direktoriyanın içərisinə getmək istəyiriksə cd directory name, direktoriya içərisində nələrin olduğunu görmək istəyiriksə iş faylın və ya qovluğun adının ilk hərflərini yazıb taba klik eləyirik. Mümkün variantlar təklif olunacağında bizə Windows'da birbaşa pəsə baxıb harda olduğumuzu təyin edə bilirik. Əgər üst direktoriyaya getmək istəyiriksə cd, əgər direktoriyanın içərisinə getmək istəyiriksə cd directory name, direktoriya içərisində nələr olduğunu bilmək istəyiriksə bundan istifadə edirik. Faylın və ya qovluğun adının ilk hərflərini yazıb taba klik eləsək bizə nə qədər mümkün variantlar təklif olunacaq. Deməli, CURL-i necə götürürük? CURL-i artıq biz request-i yazıb parametri oxudanda CURL əmələ gəlir bizdə. Oradan CURL-i götürüb rahatlıqla biz ötürə bilərik. Developerə və yaxud başqa kimsə istəyirsə ona görə həmin onu ötürürük. Məsələn, baxırıq ki, burada məsəl üçün bu kodu ötürürük 240.01.40. Baxırıq ki, sistemimiz həqiqətən iti yaradıbmı? Bax, görürsünüz 200 gəlib kod. Deməli, bu kodlu get eləyəndə onu başa düşürük ki, bu kodlu it yaranıb sistemdə. Məsələn, delete eləyirik. Məsələn, kodu yazırıq birinci. İtimizi silmək istəyirik də, məsəl üçün delete əmrini veririk. ID-ni ötürərək və biz burada CURL-i delete gördüyümüz kimi CURL-də yazıb ki, hansı metod olduğu, header parametri və s. və ya axırda da kod gəlir ki, success 200, yəni silindi. Gəlin baxaq Swagger editorda. Məsələn, developerlər kodlarını bu API yazını Swagger editordan istifadə edirlər. Toolları budur. Yəni bundan daha çox rahat olur. Görürsünüz burada siz də qeydiyyatdan keçə bilərsiniz. Try Swagger ilə continue eləyirik. Google-dan. Görürsünüz adımız çıxıb burada. Company məsəl üçün aşağı insurance. Demo versiyasına daxil oluruq.
Görürsüz burada organization API-lardır, API-lardır, bunların versiyalarıdır. Necə API yaratmaq olar, necə öz metodlarımızı public şəkildə taxıb, kimsə görürsüz burada yaradıb API-larını. Generate API from promptdan yaratmaq necə lazımdır. Bu AI ilandır da, AI kodları ilə necə yaratmaq lazımdır. Bunu da açıb araşdıra bilərsiniz. Məsələn, create API edirik. Görürsüz burada proyektin adını, soyadını istəyir. Məsələn, Pet Store dedikdə name de Pet Store. Private yoxsa public olmağını seçirik. Tutaq ki, public seçdik. Create eləyirik. Görürsüz burada artıq çıxır bizim OpenAPI 3.0 versiyası da çıxır. Get eləyirik. Hamısı göstərir burada Pet'i. Ondan sonra sağ tərəfdə görürsüz burada kopyalayıb kiməsə atmaq istəsək ata bilərik. Get metodu, post metodunun nələr elədiyi hamısı burada görsənir, açıq. Postu, putu, geti, delete hamısı burada sağ tərəfdə var və hansı belə deyim, API-ni istəsək çağırmaq burada görsənir. Məsələn, schema order, schema kateqori, schema user, schema tag, pet, API response və errorlar. Bax, burada export düyməsi də var. Biz buradan API-yi düzəldəndən sonra export da eləyə bilərik. Yəni bu Swagger editor çox kullanışlıdır, belə deyim. Məsələn, OpenAPI sənədimizə OpenAPI spesifikasiyasının qaydalarına uyğun olaraq parse edəcəkdir. Swagger redaktoru səhvləri qeyd edərək onların yerləşdiyi yerlərin nə etməli olduğumuzu da bildirir. Yəni bu daha kullanışlıdır, belə deyim. Swagger Hub-da məsəl üçün girib comparison eləyə bilərik. Yəni müqayisəli şəkildə kodları indi açılmır bu. Baxa bilərik. Məsəl üçün yazırıq comparison. Bu nə üçün lazımdır? Adətən API-ları miqrasiya eləyəndə bu comparison toollardan istifadə eləyirlər ki, ITBA-lərdə məsəl üçün baxsın ki, köhnə ilə təzədə nə fərq var. Deyək ki, tutalım Simanın API-yi dəyişib, təzə versiyada təzə fieldlər var. Tutaq ki, əvvəl şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini bir yerdə məsəl üçün tələb eləyirdisə, indi şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini bölüb tələb eləyir. Bu yeni bir fieldin əmələ gəlməsidir. Və bunun bir oxuyub tapmamaq üçün belə bir toollar var ki, biz daha yaxşı analiz eləyək onu. Məsələn, API-ları miqrasiya eləyəndə, bir API-dən başqa API-yə köçürəndə biz onu rahat görək. Comparison. Burada keçirik qeydiyyatdan və ya digər toollar var. Burada Top Swagger Competitor var. Free Swagger Comparison etmək üçün görürsünüz. Burada var hamısı. API dokudur. Learn more eləyirik və yaxud API documentation seçirik. Oradan davam eləyirik. Bu da bizim oldu comparisonumuz ki, necə müqayisəli eləyirik. Daha sonra biz Swagger'in hub'ını keçirəcək. Necə Swagger hub'da registrasiyadan keçirik. Onu göstərəcəm indi. Və bu hissədə Confluent kodumuz var və yaxud digər hissə var. Brendo, Swagger, My Hub. API Hub var məsəl üçün burada. Swagger Hub'ımız var. Daxil oluruq bura. Görürsünüz, açıldı. Məsəl üçün My Hub'da da yenə katalog kimi açılır. Ondan sonra buradan seçirik ki, hansı API istəyirik. Birinci versiya və ya digər versiyaları buradan görürük. Məsələn, View API eləyirik.
Görürsüz burada view eləyəndə artıq çıxdı ki, mock, məsələn, avtomock elədikdə görürsüz burada Swagger editor biz mock datadan istifadə eləyə bilək deyə. Pet Store repozitorimiz var burada. Görürsüz burada repozitoriyalarda Docker fayl və digər bu belə deyim developerlara lazım olan hissədə hər şey var. Görürsüz burada public API'miz var. Publish eləyirlər burada. Ondan sonra bax create new API eləyirik. Sonra export eləyirik. Onu YAML faylıdır, JSON-dır, nə istəsə export eləyib göndəririk developera ki, bu mock datadır. Daha sonra burada görürsüz travel payouts API-sini istifadə eləmişik ki, flight uçuşların prices for dates, datelərə görə qiymətlərimi axtarır bu. Daha sonra buradan keçirik, share eləyirik, collaborate eləyirik və yaxud başqa bir əməliyyatlar eləyirik. Burada məsələn SDK ilə seçəndə burada faylların formatı çıxır və multi-solution, yəni daha çox API-ın digər metodlarda olan hissələri buradan seçib baxıb görə bilirik. Hansı ki bizə lazım olur burada. Cancel QR var burada. Daha sonra cancel QR-dan istifadə eləyirik. Yəni məsəl üçün bir API-dır. Deyək ki, QR-ın ləğv edilməsi, yaradılması da ola bilər. Generate QR. Görürsüz, indiki dövrdə məsələn görürsüz hər şey QR-landır. Bu da hamısı API ilə düzəlir. QR-ların özü də CURL-lə və s. biz bunu tapa bilərik. Daha sonra what is an SDK? SDK fayl nədir? Software Development kitində proqramçıları başqa proqrama əlavə oluna və ya ona inteqrasiya edilə bilən fərdi proqram yaratmaq imkanı verən alətlər toplusudur. SDK-lar proqramçılara xüsusi platform üçün proqramlar hazırlamağa imkan verir. SDK niyə vacibdir? Ona baxaq. SDK olmasa proqramçı bizim API-lara inteqrasiyanı sıfırdan hazırlamalıdırlar. SDK-lar sistemi hazırlamağı çox asanlaşdırır. API-larımızı sadəcə mövcud sistemə inteqrasiya olunmalı və ya uyğunlaşdırmaq lazım olur. Və belə. Bugünkü dərsimiz bu qədər. Gələn dərsdə yenə davam eləyəcək API-ları. Dayandırım.